Salamlar, saygılar əziz dostlar. Bu cələsə bu ayrılıq nədən oldu mahnısının amuzişinə başlayıram. Bu mahnıda kökümüz re'dir. Tiyunerdə mənim sazımın kökü alt simlər. Üst simlər. Orta simlər. Bu ahəngdə mi əvəzinə mi bemol işlənəcək və si əvəzinə də əksərən si bemol işlənəcək, bəzi yerdə si bekar olacaq. Əvvəl bölümün çalğısını çalım, sonra keçək amuzişə. Bu çalğısıydı bu cələsənin. Keçək indi mizan be mizan amuzişə. Əvvəl mizanımızın çalğısı bu halətdədir. Əvvəli sukutla başlayır. Sukutun yerini eləyə bilirik. Re bıraq. Ya sukut saxlayaq. İdamədə bir dənə triyülə mizrabdır. Yəni 3 mizrabdır. Səri halətdə vurulacaq bir miqdar. Si bemolda rast. Lada çəp. 5-ci barmağla üst simlə sol pərdəsini tuturuq. Rast. Üst simlə la pərdəsini tutanda olur sol. Pəs olur si la sol. Es si la sol. Bu halətdə olur. İdamədə o birisi qədəmimiz lada rastı vururuq. 2-ci barmağla si bemolda rastı vururuq. Tril eləyirik yarım pərdiyə. Olur lal tril. La si. Pəs kullu mizan oldu aramı. Si la sol la si. Gedək 2-ci mizana, çalğısı bu halətdədir. Lada rastıdır. Si bemolda 2-ci barmağla rast. Bir dənə də si bemol. La. Bəs buracan bir qədəm oldu. La si si la. Sadəsi bu cürdür. Bu si vuranda işarə də vura bilirik. Ya 3-cü barmağla yarım pərdiyə, ya 4-cü barmağla do pərdəsinə. Ya bu halətdə vuraq, ya bu cür. Bəs oldu la si si la. İdamədə dubarə yenə la da rastı vururuq. Qalxırıq solda da rastı vururuq. Pəs bura kimin 5 mizrab oldu. La si si la la sol. Bu halətdə oldu. İdamədə 4 mizrab rast çəpi